Ofeliya Sənani Azərbaycan televiziya və radio tarixində özünə məxsus yeri olan səsi, nitq mədəniyyəti və sənətkarlığı ilə milyonlarla tamaşaçı və dinləyicinin sevgisini qazanmış görkəmli sənətkardır. O, uzun illər ərzində diktor, televiziya aparıcısı, aktrisa və dublyaj ustası kimi Azərbaycan mədəniyyətinə böyük töhfələr vermişdir. Azərbaycanın zəngin televiziya və radio tarixindən danışarkən Ofeliya Sənaninin adı xüsusi ehtiramla çəkilir. O, yarım əsrdən artıq bir dövr ərzində öz gözəl səsi, yüksək nitq mədəniyyəti, peşəkarlığı və sənətə sədaqəti ilə tamaşaçıların qəlbində silinməz iz qoymuşdur. Ofeliya Hacıağa qızı Sənani 26 may 1941-ci ildə Bakı şəhərində anadan olmuşdur. Uşaqlıq illərindən incəsənətə və ədəbi mühitə maraq göstərən Ofeliya xanım sonralar Azərbaycan Dövlət Universitetində təhsil almışdır. Hələ məktəbli ikən radio sahəsində fəaliyyətə başlaması onun gələcək sənət yolunun təməlini qoymuşdur. 1959-cu ildən Azərbaycan radiosunda çalışan Ofeliya Sənani qısa müddətdə dinləyicilərin rəğbətini qazanmışdır. Onun aydın və məlahətli səsi radio tamaşalarının əsas qəhrəmanlarını canlandırır, minlərlə insanın evinə sevinc və xoş ovqat gətirirdi. Sonralar Azərbaycan televiziyasında fəaliyyətini davam etdirən sənətkar televiziya diktoru kimi ölkənin ən tanınmış simalarından birinə çevrilmişdir. Ofeliya Sənaninin yaradıcılığında dublyaj sənətinin xüsusi yeri vardır. O, Azərbaycan Film Kinostudiyasında uzun illər çalışaraq 100-dən artıq filmdə baş qəhrəmanları səsləndirmişdir. Onun yaratdığı obrazlar tamaşaçıların yaddaşında bugün də yaşayır. Sənətkarın səsi Azərbaycan kino tarixinin ayrılmaz hissəsinə çevrilmişdir. Ofeliya Sənani öz fəaliyyəti ilə Azərbaycan diktorluq məktəbinin formalaşmasına və inkişafına mühüm töhfə vermişdir. Onun efir mədəniyyəti, sözə münasibəti və peşəkarlığı gənc nəsil üçün örnək olmuşdur. Uzun illər ərzində müxtəlif televiziya proqramlarının müəllifi və aparıcısı kimi də tamaşaçı sevgisi qazanmışdır. Sənət sahəsindəki xidmətləri dövlət tərəfindən yüksək qiymətləndirilmiş, ona əvvəlcə əməkdar artist, daha sonra isə Azərbaycan Respublikasının xalq artisti fəxri adları verilmişdir. Bu mükafatlar onun Azərbaycan mədəniyyətinə göstərdiyi xidmətlərin layiqli qiymətidir. Bugün Ofeliya Sənani Azərbaycan televiziya və radio sənətinin canlı əfsanələrindən biri hesab olunur. Onun səsi bir neçə nəslin yaddaşında yaşayır, yaratdığı obrazlar isə milli mədəniyyətimizin dəyərli səhifələri kimi qorunur. Ofeliya Sənani sənətə sədaqətin, peşəkarlığın və yüksək mənəvi dəyərlərin parlaq nümunəsidir. Onun həyat yolu Azərbaycan mədəniyyət tarixində daim hörmət və ehtiramla xatırlanacaqdır. Ofeliya Sənaninin həyatı və fəaliyyəti Azərbaycan televiziya və radio sənətinin inkişaf tarixinin mühüm bir hissəsidir.